Gündəm xəbərin efirində dünyadan bir xəbəri diqqətinizə çatdırmaq istəyirik. Belə ki, dünyada zaman-zaman mətbuatda və mediada çıxan yanlış xəbərlər böyük ajiotaja səbəb olub ki, məhz Amerikada da belə bir yanlış xəbər dünya gündəminə bomba kimi düşüb. Belə ki, Amerikanın nüfuzlu New York Post qəzetində Ukrayna prezidenti Vladimir Zelenskinin vəzifəsi tamamilə yanlış təqdim olunub. Gündəm xəbər oxaza istinadən xəbər verir ki, qəzetin Rusiya ordusunun cəbhə xətti boyunca yerləşən daha 3 yaşayış məntəqəsini həftə sonu nəzarətə götürməsi ilə bağlı olan materialda Zelenski Ukraynanın prezidenti deyil, məhz Ukraynanın baş naziri kimi təqdim olunub. Bu hadisə Zelenskinin Vaşinqton və onun müttəfiqlərinə Moskvanın hücumlarından sonra pasiv mövqe tutduqlarına görə tənqid eləməsinin ardınca baş verib. Ancaq bunun bir yanlış olduğu, yoxsa mətbuatın, qəzetin özünün bilərək elədiyi bir səhv olduğu barədə isə heç bir rəsmi açıqlama yoxdur.